Esselamu aleykum və rahmetullahi və barakatuhu. Deməli, hədis imamlarının etiqadı kitabın şərhinə davam edirik. Və İmam Əbu Bakır Əl-İsmaili rahimehullah sözünün davamında buyurur ki: "Və yəqulun ma yəquluhul muslimun bi əsrihim." Yəni Əhlüs-Sünnə vəl-Cəmaa bütün müsəlmanların dedikləri kimi deyirlər. Etiqad edirlər ki, "Mə şə'allahu kən və mə ləm yeşə la yekun." Yəni Allahın istədiyi olur və Allah Azza və Cəllənin istəmədiyi heç bir şey olmaz. Kəmə qalallahu Teala. Necə ki Allah Təbarəkə və Teala buyurur: "Və mə təşəun illə ən yeşə Allah." Yəni Allah istəmədikcə siz də istəyə bilməzsiniz. Deməli, İmam Əbu Bakır rahimehullahın başladığı bu mövzu qədər mövzusudur. Qədər mövzusu. Və xatırlayırsınızsa, bu kitabda birinci dərs hansı mövzu idi? Allaha, mələklərə, kitablara, rasullara iman. İmam Əbu Bakır rahimehullah ən birinci imanın 4 rükununu qeyd edir. Və həmin dərsdə biz demişdik ki, imanın 6 rükunu olmağına rəğmən nə üçün İmam rahimehullah məhz 4 rükunu qeyd edir? Orada qeyd etmişdik ki, çünki qədərə imanla axirətə iman, axirətlə əlaqəli məsələləri sonra qeyd edəcək. Aydındır? Və həmin o qədər barədə söz açdığı yer budur. Bu yerdir. Və ümumiyyətlə həmçinin yəni qədərə iman həmçinin Allaha imana da daxildir. Qədərə iman həmçinin Allaha imana da daxildir. Ona görə ola bilər ki, bəzi əsərlər qabağımıza çıxsın, imanın rükunları ilə əlaqəli. Məsələn, sələfdən, sahabələrdən, tabiinlərdən qədərə iman deyəndə desinlər ki, Allaha, mələklərinə, kitablarına, rasullarına, axirətə iman. Ola bilsin, qədərə iman qeyd olunmasın. Necə ki, Quranda bəzi ayələrdə də bu gəlib. Bu o demək deyil ki, qədərə iman imanın rükunundan deyil. Nə üçün? Çünki əslində qədərə iman Allaha iman rükununa daxildir. Təvhidə daxildir. Və təvhidin hansı qisminə? Rububiyyə təvhidinə. Çünki qədərin əsli nədir? Qədərin əsli Allah Subhanahu və Teala'nın elminə bağlıdır. Yəni Allah Azza və Cəllə hər şey bilir, Allahın iradəsinə bağlıdır və Allahın yaratmasına, Allahın hökmünə bağlıdır. Yəni qədər mövzusu birbaşa yəni Allaha iman rükunu ilə, təvhidlə əlaqəli mövzudur. Və qədər məsələsində Əhlüs-Sünnə orta mövqeydə olub. Digər məsələlərdə olduğu kimi. Demək olar, bütün, yəni əqidə məsələlərini ələ alsaq, bütün məsələləri görəcəksiniz ki, bütün məsələlərdə iki tərəf var. Bir,ğuluv edən tərəf, yəni həddi aşan tərəf. Bir də həmin məsələdə səhlənkar olan tərəf. Bütün məsələlərdə belədir. Misal üçün, Allahın ad və sifətləri mövzusunu götürəndə qeyd eləmişdik. Bir tərəfğuluv edib, həddi aşıb isbatda, deyib ki, Allahın əli var və Allahın, Xaliqin əlini, Xaliqin görməsini, eşitməsini, Xaliqin kəlam sifətini bənzədib məxluqun sifətlərinə. Yəni, isbatdağuluv edib. O bir tərəf isə bunun tam əksinə nə edib? İnkar edib. Deyib ki, Allah danışmır. Allah ərşinin fövqündə deyil. Əhlüs-Sünnə orta yol tutub. İsbat edib,
bənzətmədən, Allahın naqis sifətlərdən münəzzəh tutub inkar etmədən, orta mövqe. Məsələn, gəlirsən Əhl-i Beyt mövzusuna, bir tərəfdə görürsən nasibilər, belə bir firqə olub, Əhl-i Beytə düşmən olan, təsəvvür edin, Əhl-i Beytə lənət, Əhl-i Beyti söyməyi Allaha yaxınlaşdıran salih əməllərdən sayıblar. Təsəvvür edirsiniz? Bunun müqabilində də kimlər çıxıb? Rafizilər. Əhl-i Beyti ilah, Allah Azza və Cəllə xas olan vəsifləri veriblər Əhl-i Beytə. Əhl-i Sünnə orta mövqe. Deyib ki, Əhl-i Beyti sevmək imandandır, lakin deməyiblər ki, onlar məsumdurlar. İman küfür məsələsi belə. Digər bütün məsələlər belədir. O cümlədən də qədər məsələsi. Qədər məsələsində də bir tayfa olub, onlar kimlərdir? Cəbrilər. Cəbrilər qədəri isbat məsələsində qulub ediblər, həddə aşıblar. Necə? Onlar deyiblər ki, bəli, onlar isbat ediblər qədəri. Lakin bunun müqabilində insanın iradəsini inkar ediblər. İnsanın fail, yəni o feili işləyən olmasını inkar ediblər. Yəni, küləkli bir havada ağacdan düşən yarpağın halı necədir? Külək hara aparsa ora gedəcək. Aydındır? Qədərə nisbətdə deyiblər ki, insan budur. Və insanın iradəsini inkar ediblər. Deyiblər ki, insanın istəyi yoxdur. İnsanın qüdrəti yoxdur. Yəni, qədəri isbatda qulub ediblər. Və bunların da tam əksi qədərlər olub. Qədəri inkar edənlər. Onlar da qədəri inkar ediblər. Və qədəri inkar edənlər də iki növdür. Bir, qulat cəhmilər, qulat yəni həddi aşan. Hansısa kəlmələri bilməsəz, soruşun, problem deyil. Yəni, həddi aşan cəhmilər, o ilkin cəhmilər, onlar ümumiyyətlə qədərin bütün mərtəbələrini inkar ediblər. Tamamilə. Sonradan gələn Mu'təzilə isə onlar qədərin bir hissəsini inkar edib. Bir hissəsini isbat ediblər. Əhl-i Sünnə isə orta mövqe tutub. Həm qədəri isbat edib, həm də insanın iradəsini. Yəni deyib ki, bəli, insanın istəyi var, iradəsi var. Yəni insan özü seçə bilir ağı qaradan. Və onun gücü var o feili işləməyə. Ya asili işləyir, ya da itayət edir. Və ona görə də axirətdə ya savabını alacaq, ya da əzabını. Aydındır? Hə. Həm bunu isbat edib, həm də qədəri. Və qədəri inkar edən, ümumiyyətlə, İslamda ilk ortaya çıxan firqə hansı firqə olub? Xavaricilər. Və sonra Rafizilər. Və sonra qədərlər. Ümumən. Bu, hər üç firqə də sahabələrin zamanında çıxıb. Xavaricilər də, Rafizilər də. Rafizilər, yəni ilkin. Məsələn, Xavaricilər, ilk Xavaricilər çıxıb Osman radiyallahu anhın xilafətində. İlk cüzərtiləri. Amma belə bariz şəkildə Əlinin. Rafizilər də həmçinin. Təsəvvür edin, Əlinin zamanında Əlini ilah sayan Rafizlər var idi. Əlinin xilafətində. Əsli Yahudi olan Abdullah ibn Səba. Və hətta Əli radiyallahu anhu bir od, yəni bir xəndək qazdırır, xəndəyin içini doldurur odunla. Və həmin dəstəni atır oda. Bu sabitdir. Və İbn Abbas yəni öldürür, ölüm cəzası verir, amma bu formada. Və İbn Abbas qarşı çıxır. Radiyallahu anhuma. Sahabə ölüm hökmünə yox, od ilə öldürülməsinə. Və deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdim ki, Allahın əzabı ilə əzab etməyib. Və
həmçinin burada fayda var ki, deməli Əli məsum deyil. Xəta edə bilər. Təsəvvür edin, bu firqə Əli radiyallahu anh xilafətində çıxıb. Rafizilər, ilk rafizilər. O firqəyə deyilirdi Səbəilər. Abdullah ibn Səbanın əsli Yahudi olan. Həmçinin xavaricilər. Və onlardan sonra ortaya çıxan firqə qədərlər olub. Qədəri inkar edənlər. Onlar da çıxıblar sahabələrin son dönəmində. Yəni, Allah Rasulü aleyhissalatu vesselamın zamanında kiçik, yaşlı sahabələr qədərləri görüb. Onlardan da biri Abdullah ibn Ömər radiyallahu anhuma. Və qədəri inkar fikrini ilk ortaya çıxaran Bəsrəli Ma'bəd əl-Cühəni olub. Ma'bəd əl-Cühəni. Bəsrə əhlindən. İlk dəfə o iddia edib ki, Allah bir hadisə olmamışdan qabaq onu bilmir. O hadisə olandan sonra onu bilir. O hadisə olandan sonra onu insan da bilir. Nə fərq oldu? Aydındır. Bu fikri ilk dəfə Ma'bəd əl-Cühəni çıxarıb Bəsrədə. Yəni, qədəri inkar fikrinin ilk toxumu olub bu. Və təsəvvür edin, İmam Muslim rahiməhullahın səhih əsərində, bildiyimiz səhih Muslim, ən birinci hədis qədəri isbat ilə əlaqəli hədisdir. İmam Muslim rahimehullah səhihini toplayanda ən birinci hədis bu hədisi qoyub. Hansı hədis? Hədisin ravisi Yahya ibn Ya'mar rahimehullah tabiinlərdən olub. Deyir ki, mən Hümeyd ibn Abdurrahman Əl-Himyəri ilə birlikdə Məkkədə idik. Ümrə ziyarəti ilə əlaqəli. Məkkəyə gəlmişdik və həmçinin bu səfərdə məqsədlərimizdən biri də o idi ki, ümrədə Allah Rasulunun aleyhissalatu vesselamın əshabından kimisə görək və bu Ma'bəd əl-Cühənnin çıxardığı, yaydığı bu yeni o fikir ki var, o fikir barədə sual verək. Bunlar Bəsrədən gəlirlər. Və gəlib Abdullah ibn Öməri radiyallahu anhını görürlər məsciddə. Yahya sağında oturur. Hümeyd ibn Abdurrahman bir tərəfində oturur. Və onun barədə soruşurlar ki, biz tərəfdə belə bir adam çıxıb, özünə elmə nisbət edən adamdır. Kitab oxuyan adamdır, özünə elmə nisbət edən adamdır. Və belə fikirləri yayır. Və onda Abdullah ibn Ömər radiyallahu anhuma atası Ömərdən eşitdiyi hədisi onları nəql edir. Hansı hədis? Cəbrail hədisi. Bildiyimiz Cəbrail hədisi. Uzun hədis. Hansı ki, Cəbrail aleyhissalam gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına, insan şəklində, sahabələr onu görür. Ondan imanı, İslamı, ehsanı və qiyamətin bəzi əlamətlərini soruşur. Uzun hədis. Bu hədisi onda Abdullah ibn Ömər rəvayət edir onlara. Və bu Səhih Müslimdə ən birinci hədisdir. Sual verilsə ki, Səhih Müslimdə ən birinci hədis hansı hədisdir? Cəbrail hədisidir. Və o boyda hədisi İmam Müslim kitabına salmaqda məqsədi məhz qədərin isbatıdır. Çünki Cəbrail soruşanda ki, iman nədir? Allah Rasulü imanın 6 rukununu qeyd edir. Onlardan biri hansıdır? Qədərə iman. Bunu isbat etmək üçün o hədisi İmam Müslim gətirir. Və sonra Abdullah ibn Ömər radiyallahu anhuma deyir ki, əgər onları görsən, qaydanda məmləkətdə, de ki, Abdullah, yəni mən, onlardan və onlar da məndən uzaqdılar. Və bilsinlər ki, onlar bu etiqadda olduqları üzərə Uhud dağı qədər qızıl sədəqə versələr belə, o etdikləri heç bir əməl Allaha yüksəlməyəcək. Qədəri inkar etdikləri təqdirdə. Çünki qədərin inkarı küfürdür. Qədərin inkarı nə üçün küfürdür? Bayaq dediyim məsələyə görə. Çünki qədərin inkarı birbaşa nəyə xələl gətirir? Tövhidə.
Allahın elminə, Allahın qüdrətinə, yəni qədəri inkar edən Allah subhanahu və teala'nı acizlikdə və həmçinin cəhalətlə vəsifləndirir ki, Allah acizdir. Allah cahildir, bilmir, elmi naqisdir. Qədəri inkar etmək budur. Ona görə qədəri inkar etmək küfürdür. Və fikir verin, İmam Əbu Bakr rahimehullah buyurur ki, təbii ki, İmam rahimehullah burada qədərin üçüncü mərhələsi ilə başlayır. Bilirsiniz ki, qədərin 4 mərhələsi var. Buna bəzi alimlər deyirlər qədərin 4 mərtəbəsi, bəzi alimlər deyirlər qədərin 4 mərhələsi və ya qədərin 4 ruknu. Yəni, əhl-i sünnə alimləri Quran və sünnə dəlillərindən görüblər ki, 4 məsələ var qədərə imanla əlaqəli. Bu 4 məsələyə iman tamamlansa, qədərə iman tamamlanır. Və təbii ki, bunu alimlər belə etməyiblər. Tutalım, 7-ci əsrdə, 8-ci əsrdə bu önəmli məsələdir. Diqqətləyin buna. Məsələn, 7-ci, 8-ci, 9-cu əsrdə hansısa alim gəlsin, Quran və sünnə dəlillərindən ortaya çıxarsın ki, qədərin 4 mərhələsi var. Yəni, bu məsələni sələfə qaytarmadan. Yox, belə olmuyor. Bəs necə olub? Yəni, bu belə olub ki, sahabədən bu yana, sahabələr tabiinlərə, tabiinlər özlərindən sonraki nəsillərə bunu ötürüblər. Yəni, onlar bilirdilər ki, qədərə iman 4 şeyə imanla tamamlanır. Yəni, 4 şeyə iman etdinsə, sənin qədərə imanın tamdır. Bunu hardan bilirik? Bunu qədim alimlərin kitablarından. Məsələn, o kitablardan birisi elə bu kitab. Hədis imamların etiqadı. Müəllif yaşayıb hicrətin 3-cü əsrində. İndi İmam Əbu Bakr rahimehullahın sözlərini oxuyanda görəcəksiniz ki, tərtiblə olmasa da, amma qədərin 4 mərtəbəsinə toxunur. 4-ünü də qeyd edir. Və digər bütün kitablar da belədir. Ola bilsin tərtibatla bəzi alimlər həmin tərtibatla qeyd ediblər, bəziləri ola bilsin o tərtibatla qeyd ediləməsələr də, amma qeyd ediblər. Və bu sələfdən, nəsildən nəsilə ta ki bizim günümüzəcən gəlib çatıb. Yəni əqidə belə öyrənilir. Birbaşa Quran və sünnədən götürülmür. Və həmin qədərin 4 mərhələsi hansılardır? Qısa olaraq, birincisi Allahın elmi. Yəni, insan iman etməlidir ki, Allah Azza və Cəllə var olacaq hər şeyi, var olmamışdan qabaq, var olacağını bilirdi. Nəyin necə olacağını bilirdi. Hər şey. Necə ki, Allah Azza və Cəllə buyurur ki, يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ. Allah Azza və Cəllə onların keçmişlərini də, gələcəklərini də bilir. Təsəvvür edin, insanlar, cinlər, mələklər heç kəs yaranmayıb. Allah Subhanahu və Teala bilirdi kimlər cənnətdir və kimlər cəhənnəmdir. Kim nə edəcək, nəyi necə edəcək. Buna iman Allah Azza və Cəllənin kamil elminə, elm sifətinə imandır. يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا. Yerə girəni, yerdən çıxanı, göyə qalxanı, göydən enəni bilir. لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٍ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا. Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz deyə. Allah Azza və Cəllə elmi ilə hər şey əhatə edib. Yəni Allahın elmindən kənar heç bir şey yoxdur.
Bu qədərin birinci mərhələsidir. Bunu biləndən sonra gəlir ikinci mərhələ. O hansıdır? O da yazıya iman etmək. Bizim dildə buna nə deyirlər? Alın yazısı, talih, qədər budur. İkinci, yazıya iman. Yəni, Allah var olacaq hər şeyi bilirdi. Buna iman etmək kifayət etmir. Qədərə iman üçün kifayət etmir. Aydındır. Həmçinin iman etməliyik ki, Allah Azza və Cəllə var olacaq hər şey yazmışdır. Qədər təyin edilib, yazılıb. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kətəbəllahu məqadirəl xəlaiq qablə ən yəxluqəs səməvati vəl-ard bi 50.000 sənə. Səhih Müslimdə gələn hədisdir. Allah Azza və Cəllə göyləri, yeri yaratmamışdan 50.000 il öncə bütün məxluqatın qədərini yazıb. 50.000 il öncə. Göyləri, yeri yaratmamışdan qabaq. Və bu nə zaman baş verir? Allah Azza və Cəllə ilk dəfə qələmi yaradanda. Allah Azza və Cəllə ki, qələmi yaradır və ona deyir ki, yaz və qələm deyir ki, nəyi yazım? Allah Azza və Cəllə buyurur ki, olacaq hər şey. O, həmin qələmin yazdığı bu hədisdə qeyd ediləndir. Ki, Allah Azza və Cəllə göyləri, yeri yaratmamışdan 50.000 il öncə bütün məxluqatın qədərini yazıb. Uca Allah buyurur ki, Nun vəl-qələmi və mə yəsturun. Nun, and olsun qələmə və onun yazdığına. Allah Azza və Cəllənin bu ayədə and istəyi qələm həmin o qələmdir. Və mə yəsturun və onun yazdığı da lövh-i məhfuzdur. Nun vəl-qələmi və mə yəsturun. Allah Azza və Cəllə bu ayədə iki şey and içir. And olsun qələmə və onun yazdığına. Allah həm qələmə and içir, həm də qədərə. Lövh-i məhfuza. Lövh-i məhfuz nədir? Yəni qorunmuş lövhə, qorunmuş kitabə. Bəzi rəvayətlərdə gəlib ki, məsələn, ayədə Allah Azza və Cəllə buyurur ki, Bəl huvə Qur'anun məcid, o şanlı Qur'andır, fi levhin məhfuz. Və o qorunmuş lövhədədir. Lövh-i məhfuzun adı Qur'anda çəkilir. Və bəzi rəvayətlərdə qeyd edilir ki, lövh-i məhfuz, o qədərin yazıldığı həmin kitabə İsrafil mələyin alnındadır. Ola bilsin bizdə cəmaat içərisində olan alın yazısı oradan qalıb. Amma bu rəvayət səhih deyil. Zəifdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə nisbəti zəifdir. Sahabələrin nisbəti də zəifdir. Bəzi tabiinlərdən nəql olub səhih sənədlə, amma böyük ehtimalla İsrailiyyatdan gəlib bu. Çünki bu elə bir məsələdir ki, qeybi məsələdir. Sahabədən varid olsaydı, deyərdik ki, hökmü mərfu hökmündədir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi hökmündədir. Amma bəzi tabiinlərdən gəlib. Belə. Və ona görə hətta bəzi rəvayətlərdə gəlir ki, Allah Azza və Cəllə bütün mələklərə əmr edəndə ki, Adəmə səzdə edin, ən birinci səzdə edən İsrafil oldu. Bəli. Həmən 50.000 ildir ki, Allah haqqında bir gün indiki zaman Bəli, 50.000 ilə bərabər. Bəli. Bəli. Yəni, necə? Allah haqqında bir gün indiki zamanın Bəli. Yox, o deyil. Bizim zamanla deyil. Doğru olan budur ki, yəni 50.000 il Allah qatında olan. Doğrusunu Allah bilir yenə də. Onu Quranda gəlir ki, bir oxudum. Bəli, Quranda var. Ayə iki yerdə gəlir. Bir 1000 il gəlir, bir də 50.000 il. Bəli. Və həmçinin, məsələn, bu ikinci mərhələ idi. Yəni, qədərə imanın ikinci mərhələsi. Yəni, iman etmək ki, bəli, bunlar yazılıb.
Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm əmsi oğlu İbn Abbasa radiyallahu anhumaya bir gün nəsihət edir. Deyir ki, İhfazillah yahfazka. İhfazillah tecidhu tücahak. İzə səəltə fəsəlillah və izə istə'antə fəstə'in billah. Deyir ki, sən Allahı qoru ki, Allah da səni qorusun. Yəni Allahın əmrlərini, Allahın qadağan etdiklərini, yəni Allahın hədlərini, ayinlərini qoru, hifz et ki, Allah da səni qorusun. Allahı qoru ki, Allahı daima öz önündə görəsən. Allahın yardımını, lütfünü, rəhmətini. Və istəyəndə yalnız Allahdan istə. Kömək diləyəndə yalnız Allahdan kömək dilə. Bütün insanlar, ümmətlər sənə zərər vermək üçün bir araya gəlsələr, Allahın sənə yazdığından başqa sənə heç bir zərər verə bilməzlər. Allahın sənə yazdığından başqa. Və bütün ümmətlər sənə xeyir vermək üçün bir araya gəlsələr, Allahın sənə yazdığından başqa sənə heç bir xeyir verə bilməzlər. Nə üçün? Rufi'atil aqlam və cəffətis suhuf. Çünki artıq qələmlər qaldırılır və səhifələr, yəni səhifələrin mürəkkəbi qoyulub. Qədər yazılıb. Ona görə Allah Azze və Cəllə ayədə buyurur ki, qul, Peyğəmbərə əmr edir. De ki, lən yusibənə illə mə kətəbəllahu lənə. Bizim başımıza Allahın bizim üçün yazdığından başqası gəlməz. Və Quranda nə qədər ayələr var. Həm qədərin birinci mərhələsini, həm də ikinci, yəni həm elmi, həm də yazını isbat edən. Məsələn, Allah Azze və Cəllə buyurur ki, وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا اللّٰهِ. Qeybin asalları Allahın qatındadır. Qeyb nədir? Yəni, hazırda olmayan bir şey. Gələcəkdə baş verəcək. Bütün bunlar Allahın qatındadır. Hazırdır. Və onu Allahdan başqa heç kim bilmir. وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ. Allah Azza və Cəllə quruda və suda olan hər şey bilir. Yəni, bu aləmdə ondan gizli heç nə yoxdur. وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ. Ağacdan bir yarpaq belə onun xəbəri olmadan yerə düşə bilməz. Fikir verdiniz, buracan Allah Azza və Cəllənin elminin isbatı. Quruda, suda olan hər şeyi, hər şey bilən, hətta ağacdan bir yarpaq belə Allahın elmindən kənar yerə düşmür. Və yerin dərinliyində, qaranlığında olan bir həbbə, bir dənə, bir toxum, quru, yaş, elə bir şey yoxdur ki, fi kitab-ı mubin, açıq aydın kitabda olmasın. Fikir verdiniz, həm Allah Subhanahu wa Ta'ala elmi isbat etdi, həm də qədəri, yəni yazını. Allah Azze və Celle başqa ayda buyurur ki, ələm ta'ləm ənəllaha ya'ləmu mə fis-səmai vəl-ard. Sən Allahın göydə və yerdə hər şeyi bildiyini bilmirsənmi? İnnə zəlikə fi kitab. Elmi isbat edəndən sonra bütün bunlar hamısı bir kitabdadır. İnnə zəlikə aləllahi yəsir. Və bu Allah üçün asandır. Deməli, insan iman edir ki, hər şeyi Allah Azze və Cəllə bilir və bunları yazıb, qədər yazılır. Bununla qədərə iman tamamlanır, tamamlanmır. Ondan sonra gəlir nə? Bunu biləndən sonra artıq o insan ki, o feili işləyir, nəysə bir hərəkət edir. Üçüncü, dördüncü mərhələ buna aiddir. Yəni, biz iman edirik ki, bir şey baş verəndə, insan bir şey edəndə,
varlıq aləmində bir şey baş verəndə, o baş verən şey Allah Azza və Cəllənin istəyi ilə baş verir. Yəni, Allah istəməsə nə isə ola bilməz. Çünki kainat kimin mülküdür? Allahın. Mümkündürmü ki, Allahın mülkündə onun istəmədiyi nəsə olsun və ya bunun tam əksinə. Allahın mülkündə o nəyinsə olmasını istəsin və o olmasın. Mümkündür bu? Mümkün deyil. Ona görə əslində bayaq dediyim məsələyə qayıdırıq. Qədəri inkar etmək Allah Azza və Cəlləni cəhalətdə və acizliklə vəsfləndirməkdir. Kim qədəri inkar edirsə. Ona görə Allah Subhanahu və Teala insanın iradəsini, istəyini özünə bağlayır. Buyurur ki, in huwa illə zikrun lil aləmin. O, yalnız aləmlərə bir nəsiyyətdir. Limən şəə minkum ən yəstəqim. Sizdən doğru yolda olmaq istəyənlər üçün. Sizdən doğru yolda olmaq istəyənlər üçün. Deməli, insan istəyir də doğru yolda olsun. وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. Və aləmlərin Rəbbi olan Allah istəmədikcə siz də istəyə bilməzsiniz. Deməli, hətta insanın iradəsi belə kimə bağlıdır? Allah Azza və Cəllənin iradəsinə. Və dördüncü də nədir? Var olacaq hər şey biləndən sonra ki, Allahın istəyi ilə olur, həmçinin iman edirik ki, hər şey Allahın yaratması ilə olur. Hər şey Allahın yaratması ilə olur. Yaradan Allahdır. İnsanın feilini yaradan Allahdır. Allah Azze ve Celle buyurur ki, Allahu halakakum ve ma ta'malun. Allah sizi və sizin etdiklərinizi də yaradandır. Haliku kulli şey. Hər şeyi yaradan kimdir? Allah Azze ve Celle. Hər şeyi. O şeyin içinə insan və onun əməlləri də daxildir. Amma bizimlə əşarilər arasında olan fərqlərdən birisi nədir bu məsələdə? Onlar da bunu deyirlər. Amma fərq ondadır ki, onlar insanın həqiqi fail olduğunu inkar edirlər. Onlar deyirlər ki, insan həqiqi fail deyil. Amma əhl-i sünnə deyir ki, xeyr, insan həqiqi faildir. Feili işləyən insandır. Çünki Quran və sünnə, həmçinin ağıl, müşahidə o feili nisbət edib o feili işləyənə. Yəni fail, o feili edən insan özüdür. Lakin insanı onun feilini yaradan Allah. Çünki hər hansısa bir feil əmələ gəlməsi üçün iki şey lazımdır. Bir istək, bir də qüdrət. Yəni insan istəyir, məsələn mən istəyirəm danışıram. Düzdürmü? Və bir də lal deyiləm. Allah mənə danışma gücü verib. Ola bilsin insan istəyir, amma danışa bilmir. Məsələn, lal istəyir danışsın, amma danışa bilmir. Çünki istəyi var, amma nəyi yoxdur? Qüdrəti. Və ya insan qüdrəti var, danışa bilir, amma istəmir, danışmır, susur. Deməli, bir feilin əmələ gəlməsi üçün iki şey var. İstək və qüdrət. Və insanın varlığında, xilqətində, o feilində insan üçün o istəyi, o qüdrəti yaradan kimdir? Deməli, o feilin həqiqi xaliqi kimdir? Allah. Amma bu o demək deyil ki, insan o feili işləmir. Əşarilər dediyi kimi. Əşarilər ümumiyyətlə səbəb ilə o müsəbbib arasındakı əlaqəni inkar ediblər. Yəni, məsələn, tutaq ki, məsələn, spiskanı yandırdı, kibriti. Yandı. Yəni, biz deyirik ki, məsələn, sən odu tutursan, oduna nəyisə yandırırsan. Sən nə deyirsən? Deyirsən ki, bunu nə yandırdı? Od. Onlar deyirlər, onu od yandırmıyor. Və bu cür səbəbləri inkar ediblər. Və deyiblər ki, Allah insana güc verib, fikir verin. Əşarilər deyiblər, Allah insana güc verib, qüdrət verib. Lakin o qüdrətin,
o feilin əmələ gəlməsində heç bir təsiri yoxdur. Yəni istəyiblər ki, cəbrlər ilə qədərlər arasında orta yol tutsunlar. Düşüblər cəbrliyə. Ona görə elə əşarilər əslində qədər məsələsində cəbridirlər. Sadəcə olaraq qulat cəbirlərdən deyirlər. Amma cəbri etiqadıdır. Bu nə deməkdir ki, çünki biz bilirik Allah Subhanahu wa Ta'ala hər şeyin öz adı var. Od yandırır, bıçaq kəsir. Bunlar deyiblər ki, yandıran od deyil, kəsən bıçaq deyil. Hətta adi sıravi insanların, qoyun otaran çobanların yanında belə, savadsız insanların önündə belə gülünc vəziyyətə düşüblər. Necə yəni yandıran od deyil, kəsən bıçaq deyil. Allah Subhanahu wa Ta'ala oda yandırmaq qabiliyyətini verib. Bıçağa kəsmək qabiliyyətini verib. Və deyiblər ki, insanın qüdrəti var, yaxşı, amma o qüdrətin feil üzərində təsiri yoxdur. Əgər qüdrəti var və o qüdrət ki, yoxluğu ilə varlığı arasında bir fərq yoxdursa, onda o qüdrət insana niyə verilib? Əslində cəbri etiqadıdır. Aydındır. Lakin bir növ cəbrli ilə qədərli arasında orta yol tutmaq üçün bu cür mənasız sözlər deyiblər, mənasız məsələlər atıblar ortaya. Və İmam Rahiməhullah buyurur ki, Əhl-i Sünnə vəl Cəmaə bütün müsəlmanların dediyi kimi deyir, Əhl-i Sünnə deyir ki, Allahın istədiyi olur və Allahın istəmədiyi olmur. Necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ Allah. Allah istəmədikcə siz istəyə bilməzsiniz. Bu İmam Əbu Bakır Rahiməhullahın sözüydü. Fikir verin, bu sözdə qədərin hansı mərtəbəsinin isbatı var? İstəyi. Üçüncü. Gətirdi, gətirmədi. İmam Rahimullah deyir ki, Allahın istəyi olur. Və Allahın istəmədiyi heç nə olmur. Və sonra da Təkvir surəsində olan ayəni dəlil gətirir. Ki, Allah istəmədikcə siz istəyə bilməzsiniz. Deməli, bununla məşiəni, Allahın istəyini neynədir? İsbat elədi. Və sonra buyurur ki, və yəqulun, Əhl-i Sünnə həmçinin deyir ki, Lə səbilə li əhədin ən yəxruca an ilmillah. Heç kəs, zərrə belə olsa, heç kəs Allah Azza və Cəllənin elmindən kənarda qala bilməz. Və lə ən yəqlibə fi'luhu və iradətuhu məşiətəllah. Və heç kəsin iradə gücü və heç kəsin feili Allahın istəyinə qalib gələ bilməz. Və lə ən yübəddilə ilməllah. Heç kəs Allah Azza və Cəllənin elmində dəyişiklik edə bilməz. Nə üçün? Çünki fəinnəhul alim lə yəchəl və lə yəshu vəl qadir lə yuğləb. Çünki o heç bir səhv etməyən və heç bir elmi qüsuru olmayan alimdir və məğlub edilməz qadirdir. Və burada İmam Rahiməhullah nəyi ispat etdi? Elmini. Fikir verdiniz? Birinci gətirdi Allahın istəyi və sonra nə dedi? Heç kəs Allahın elmindən kənara çıxa bilməz. Heç kəs Allahın elmini dəyişə bilməz. Qədərin əsli Allahın elminə bağlıdır. Bunu da gətirdi. Həmin tərtibatla gətirməsə də, fikir verin, qədərin 4 mərhələsini də İmam Rahiməhullah burada qeyd edir. Deməli, istəyi qeyd elədi, elm mərhələsini qeyd elədi və sonra qaldı hansı? Yazı, bir də yaratma. Və sonra görün nə deyir. Buyurur ki, və yəqulun, Əhl-i Sünnə həmçinin deyir ki, İnnəhu lə xaliqə aləl həqiqəti illallah, Azza və Cəl. Əhl-i Sünnə etiqad edir ki, həqiqətdə Allahdan başqa xaliq yoxdur. Yaratmanı ispat etdi. Bunu ona görə gətirir.
Yəni fikir verin, nə üçün dedi ki, həqiqətdə Allahdan başqa yaradan yoxdur. Çünki biz desək ki, həqiqətdə insan özü öz feilini xəlq edir. Bu o deməkdir ki, Allahdan başqa da xaliq var. Lakin Allahdan başqa xaliq yoxdur. Feili edən Allahdır və insanı da, onun feilini də, o feili əmələ gətirən, onda olan iradəni və gücü də onda yaradan, ona verən Allah Azza və Cəllədir. Və innə əksəbəl ibadə kulləhə məxluqatun lillahi təbarəkə və təalə. İnsanın əməlləri hamısı Allah Subhanahu və Teala'nın yaratdıqlarıdır. Və innəlləhə yəhdi mən yəşə və yudillu mən yəşə. Bu da qədər məsələsi ilə əlaqəli bir məsələdir. Hidayət və azdırma, doğru yola yönətmə və haqdan çıxarma. Buyurur ki, Əhl-i Sünnətin etiqadını bəyan edərək, hidayət verən kimdir? Allah. Allah istədiyinə hidayət verir, yəni doğru yola yönəldir və yudillu mən yəşə. Allah istədiyini azdırır. Fikir verin. Sonra buyurur ki, la huccətə limən ədalləhullahu azza və cəllə və la uzra. Allahın deyəndən sonra ki, hidayət verən də Allahdır, azdıran da Allahdır. Sonra buyurur ki, Allahın azdırdığı kəslərin Allah qarşısında qiyamət günü heç bir bəhanələri, heç bir dəlilləri, heç bir üzürləri olmayacaq. Yəni, heç kəs bununla İmam Rahiməhullah nəyə cavab verir? Öz asiliklərinə görə qədəri dəlil gətirənlərə. Asilik edir, qədəri dəlil gətirir ki, qədərimdə belə yazılır və çox qəribədir. İnsan yaxşılıq edəndə qədəri dəlil gətirmir. Məsələn, yaxşılıq etsin, kiməsə əl tutsun, deyir mən. Demir ki, bunu Allah mənə lütf edib. Yəni, o neməti də Allahdan görsün. Amma pislik edən kimi nə edir? Sığınır qədərə. Və bu əslində müşriklərin adəti olub. Çünki müşriklər belə demişdilər. Ona görə İmam Rahiməhullah bunu deyəndən sonra görün hansı ayəni dəlil gətirir. Kəmə qalallahu azza və cəl. Necə ki Allah azza və cəllə buyurur ki, qul fəlilləhil hüccətül bəliğə. Tutarlı dəlil Allaha məxsusdur. Yəni hüccət, dəlil Allaha məxsusdur. Heç kəs qiyamət günü Allahın önünə hansısa bir bəhanə ilə, hansısa bir dəlillə gələ bilməyəcək. Fələv şəə ləhədəkum əcməin. Əgər o istəsəydi, sizin hamınızı hidayət edərdi. Doğru yola yönəldərdi. Fikir verin, İmam Rahiməhullah bu ayəni nə üçün zikr edir? Burada görün, nəyin isbatı var? Fələv şəə ləhədəkum əcməin. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. Deməli, insanlara hidayət verən, insanları haqqa yönəldən kimdir? Allah. Ona müvəffəq edən kimdir? Allah. Bu, deməli, Əl-Ən'am surəsi 149-cu ayədir, müəllifin gətirdiyi. Həmin ayədən bir ayə qabaq, 148-ci ayədə görün müşriklər nə deyirlər? Səyəqulullezine əşraku ləv şəəllahu mə əşraknə və lə əbəunə. Allaha şərik qoşanlar, müşriklər deyəcəklər ki, əgər Allah istəsəydi, biz və bizim atalarımız ona şərik qoşmazdıq. Əgər Allah istəsəydi. Yəni, öz asiliklərinə qədəri nə edirlər? Dəlil gətirirlər. Lakin Əhl-i Sünnə etiqad edir ki, Allahın istəyi, iradəsi iki növdür. Biri var Allahın şəri istəyi, biri var kovni istəyi. Şəri istəyi nədir? Yəni, məsələn, məgər Allah istəmir bütün qulları, bəndələri
ona ibadət edən olsun, istəyir. Görün sualı necə verdik? Məgər Allah istəmir? Cavab istəyir. Amma bütün bəndələri ona ibadət edəndir? Yox. Yəni Allahın bu istəyi baş tutdu? Yox. Niyə? Çünki bu qədəri, kovni istək deyil, şəri istəkdir. Məhəbbət mənasında olan istəkdir. Yəni Allah istəyir, insanlar ibadət edən olsun. Kimsə ibadət edir, kimsə etmir. Kimsə şükür edir, kimsə etmir. Amma bir də var qədəri mənada, kovni mənada olan iradə istək, o mütləq baş verir. Məsələn, sual veririk. Günəş kimin istəyi ilə doğur və batır? Allahın. Biz deyirik ki, Allah istədi və günəş doğdu. Bu Allahın istəyi nə olur? Mümkündürmü ki, olması? Yox. Çünki bu kovni qədəri istəkdir. Bu mütləq baş verməlidir. Buna görə əhl-i sünnə Allahın iradəsini iki hissəyə bölüb. Və sonra müəllif rahimehullah buyurur ki, bəzi ayələri zikr edir. O ayələr ki, hidayətin Allahın əlində olduğuna dəlalət edən ayələrdir. Hansı ki, burada həmçinin qədərin isbatı var. Məsələn, Ərəf surəsi 29-30-cu ayəni gətirir. Müəllif buyurur ki, Kəmə bədəəkum təudun, yəni sizi ilk dəfə necə yaratmışsa, o cürdə diriləcəksiniz. Fəriqan hədə və fəriqan haqqə aleyhimud dalalə. Allah bəndələrindən bir qisminə hidayət verdi və bəndələrindən bir qismi barəsində isə zəlalət hökmü haqq oldu. Bu ayəyə qayıdacağıq. Bu ayəni yadda saxlayın. Bu ayədə bir fayda var. Və sonra Ərəf surəsindəki ayəni gətirir. وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ. Biz cəhənnəm üçün çox saylı insanlar və cinlər xəlq etmişik. Bu qədərin isbatı deyil. Allah subhanahu və teala cəhənnəm üçün çoxlu insanlar və cinlər yaradır. Yaradanda yəni bilirdi ki, bu cəhənnəmlikdir. Cəhənnəmi doldurmaq üçün. Amma cəhənnəmi insan özü qazanıb, insan özü qazanıb. Və sonra bu ayəni gətirir müəllif. Əl-Hədid surəsi 22-ci ayə. Uca Allah buyurur ki, Mə əsabə min musibətin fil ard və la fi ənfusikum illə fi kitabin min qablə ən nəbrəəhə. Yer üzündə baş verən və başımıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan qabaq o kitabda olmasın. Bu ayə ilə müəllif neçə şey isbat elədi? Yazı və yaratmaq. Bununla da 4 mərhələ tamamlandı. Deməli, hətta fikir verin burada, müəllif bu ayəni gətirəndən sonra buyurur ki, وَمَعْنَا نَبْرَأَهَا نَخْلُقَهَا بِلَا خِلَافٍ فِي اللُّغَةِ. Müəllif deyir. Deyir ki, bu ayədə gələn ən nəbrəəhə kəlməsi ki var, o ərəb dilində ixtilafsız olaraq xəlq, yaratmaq mənasını verir. Doğrudan da bəraə feilinə baxın, mənası yaratmaqdır, xələqa, başqa mənası yoxdur. Yəni ayənin mənası budur ki, fikir verin ayəyə. Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan qabaq o kitabda olmasın. Deməli, yer üzündə baş verən hər şeyi, insanın başına gələn hər şeyi yaradan kimdir? Qablə ən nəbrəəhə. Aydındır? Və qalə muxbiran an əhlil cənnə. Həmçinin Allah subhanahu və teala cənnət əhli barədə xəbər verərək buyurur ki, cənnət əhli cənnətdə Allaha bu cür həmd edəcəklər.
Deyəcəklər ki, Elhamdülillahiləzi hədənə lihədə. Bizi buna qovuşduran Allaha həmd olsun. Cənnətə qovuşduran kimdir? Allah. وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَ اللّٰهِ. Əgər Allah bizə hidayət verməsəydi, biz heç vaxt doğru yolu tapa bilməzdik. وَقَالَ تَعَالَى لَوْ يَشَاءُ اللّٰهِ لَهَدَى النَّاسَ جَمِيعًا. Əgər Allah istəsəydi, insanların hamısı doğru yola gələrdi. وَقَالَ تَعَالَى وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدًا وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ إِلَّا مَنْ رَحِمَ رَبُّكَ. Əgər sənin Rəbbin istəsəydi, bütün insanlar tək bir ümmət olardı. Əgər Allah istəsəydi. Lakin sənin Rəbbinin rəhim etdiyi kəslərdən başqa onlar hələm də ixtilafdadılar. Xülasə, Əhl-i-Sünnə vəl-Cəmaa etiqad edir ki, var olan hər şey Allah Subhanahu və Teala'nın istəyinə bağlıdır. Mülk Allahındır. Var olan hər şey Allahın mülküdür. Biz Allahın mülküyük. Aydındır. Ona görə hətta alimlər hətta bu məsələni müzakirə ediblər ki, ümumiyyətlə zülm Allaha nisbət edilə bilər ya yox. Çünki zülm nədir? İnsanın əlində olan bir şeyi ondan qəsb etmək. Allahın olmayan, Allahın mülkündən sayılmayan bir şey varmı ki, Allah onu insanın əlindən alsın və o zülm adlansın? Hər şey Allahın mülküdür. Hər şey, nə olursa Allah Subhanahu və Teala'nın elmindən, istəyindən, hökmündən, qüdrətindən kənara çıxmır. Lakin Allah Subhanahu və Teala insana iradə verib, seçim verib. İnsan özü seçir. O feili işləmək üçün Allah insana qüdrət verib. O feili işləyir. Ona görə ayəyə fikir verin. İn huve illa zikrun lil alamin. Bu yalnız aləmlərə bir öyüd nəsihətdir. Limen şa'e minkum en yestaqim. Limen şa'e minkum en yestaqim. Sizdən doğru yolda olmaq istəyənlər üçün. Burada insana nisbətdə neçə şeyin isbatı var? 2. Hansılar? Sonra? Yox. 2 şey. Bir də feil. Fikir verin. Ayyə. Limen şa'e minkum en yestaqim. Sizlərdən doğru yolda olmaq feil nə olmur? İnsan namaz qılır, oruç tutur, ibadət edir, salih əməllər işləyir. Doğru yolda olmaq nədir? Deməli, en yestaqim nəyin dəllidir? Feilin. Sizlərdən doğru yolda olmaq istəyən. Deməli, bu ayə dəlildir ki, Allah Subhanahu və Teala insana istək verib. İnsan özü istəyir, seçir. Və həmçinin o feili işləyən də kimdir? İnsan. Allah Azza və Cəllə insana bu qüdrəti verib, feili işləmək qüdrətini və seçimi də ona verib. Və Allah Azza və Cəllənin 2 növ kitabı var. Bir şəri kitabdır, bir də qədəri kitab. 2 növ kitabı var. O 2 kitabdan birini gizləyib insanlardan. Qədər kitabını insanlardan gizləyib. Lakin şəriət kitabını insanlardan gizləməyib. İnsanlara bəyan edib. Rasullar göndərib. İnsanlara doğrunu da, səfi də, əyrini də, düzü də, ağı da, qaranı da göstərib. Və buyurub ki, فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى وَصَدَّقَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى. Kim haqqını versə, Allaha qarşı təqvalı olsa, ən gözəl olan hüsnəni, təvhid kəlməsini təsdiq etsə,
biz onu asan olana haqqa müvəffəq edərik. Və əmmə mən bəxilə və istəğnə və kəzzəbə bil husnə fəsənüyəssiruhu lil usra. Və kim də xəsislik edib, özünü Allaha qarşı ehtiyatsız görsə və təvhid kəlməsini inkar etsə, onu da nəyə müvəffəq edərik? Ağır olana, zəlalət yoluna. Nəhayətdə ləhə mə kəsəbət və aleyhə məktəsəbət. İnsanın işlədiyi bütün xeyirlər onun leyhinədir, işlədiyi şər əməllər də onun əleyhinədir. Deməli, insan qədərlə məşğul olmalı deyil. Nə ilə məşğul olmalıdır? Şəriətlə. Allahın 2 növ kitabı var. Qədər kitabı, şəriət kitabı. Qədər kitabı ilə məşğul olma. Onu səndən gizləyib. Onsuz da ələn çatan deyil. Təsəvvür edin, insanın halı budur. Cəhul, cahil, nadan, nankör. Yəni, insan əlinin altında olan kitabı tərk edib. Şəriət kitabını. Əli çatmayan kitabla məşğul olur. Hansısa asilikdə qədəri dəlil gətirir. Ona görə insan qədərlə məşğul olmalı deyil. Əməllə məşğul olmalıdır. Və bütün həyatı boyunca qorxu və ümid arasında yaşamalıdır. Və bu qədərə imanın faydalarındandır ki, insan özünə arxayın olmamalıdır. Bu qədərə imanın faydalarından birisidir. Ona görə bayaq zikr elədiyim ayədə "Qul len yusibana illa ma kataballahu lana" Ey Peyğəmbər, de ki, bizim başımıza Allahın bizim üçün yazdığından başqası gəlməyəcək. Huve Mevlana. O bizim himayədarımızdır. Və alallahi fəlyətəvəkkəlil mu'minun. Və möminlər yalnız ona təvəkkül edirlər. Bu, həmçinin qədərə imanın faydalarındandır ki, insan xeyrə müvəffəq olursa, bunu Allahdan bilir. Səhv edəndə bunu öz nəfsindən görür. وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ. Və sənin Rəbbin bəndələrinə zülm edən deyil. Və sonra bu mövzunu tamamlayaraq İmam Rahiməhullah buyurur ki, وَيَقُولُونَ Əhl-i Sünnə deyir ki, İnnəl xayra və şərra vəl hulva vəl murra bi qavain minallahi azza və cəl. Həqiqətən də xeyir, şər, acı, şirin, yəni həyatın acısı, həyatın şirini, hər şey Allah azza və cəllənin qədəri ilə baş verir. Əmdahu və qaddərahu. Allah azza və cəllə artıq bunlar təyin edib və tamamlayıb. La yemlikuna li anfusihim darran və la naf'a illa ma şa Allah. Onun bəndələri Allahın istədiyindən kənar özlərinə nə bir zərər, nə də bir xeyir verə bilməzlər. Və innahum fuqara'u ila Allah la ghina lahum anhu fi kulli vaqt. Və onlar daima Allaha möhtacdırlar və heç kəs Allahdan ehtiyatsız deyil. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dualarının birində deyərdi ki, وَالْخَيْرُ كُلُّهُ فِي يَدَيْكِ وَالشَّرُّ لَيْسَ إِلَيْكِ. Xeyir hamısı sənin əlindədir, şər isə sənə nisbət edilməz. Şər Allaha nisbət edilər, edilməz. Şər Allaha nisbət edilmir. Amma burada müəllif deyir ki, xeyir və şər, həyatın acısı və şirini, hər şey Allahın qədəri ilədir. Bunu necə başa düşək? Xeyrin Allaha nisbət edilməməsi iki mənadadır. Bu kəlmədə problem yoxdur. Bəli, biz etiqad edirik ki, qədərin xeyri və şəri
acısı və şirini, hər şey Allahdandır. Lakin biz deyəndə ki, şər Allaha nisbət edilmir, bunun iki mənası var. Birinci mənası, yəni Allah Azza və Cəllə xalis şər yaratmayıb. Bizə nisbətdə bir şey şər ola bilər. Bizə nisbətdə bir şey acı ola bilər. Hətta iblisin yaradılışında belə xeyirlər var. O belə xalis şər deyil. Bu mənada Allah xalis şər yaratmayıb. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şər sənə nisbət edilməz. Həmçinin də şər Allaha nisbət edilməz o mənada ki, ədəb baxımından. Məsələn, biz dua edəndə necə dua edirik? Və sünnədə gələn dua, Allahümmə Rabbə Cəbrail və Mikail və İsrafil, Fatırə səməvati vəl-ard, Aliməl qayb və şəhədə, ey Cəbrailin, Mikailin, İsrafilin Rəbbi, belə, yoxsa ey şərin Rəbbi, ey iblisin Rəbbi. Kimsə belə dua edir? Belə dua edən görmüsünüz və ya Quran? Yox. Amma məgər iblisin Rəbbi Allah deyil, Allahdır. Amma fikir verirsiniz, şər Allaha nisbət edilmir. Bayaqları mən heç kəsi yadıma salmır. Dedim ki, Allah subhanahu və teala buyurur ki, müəllif bir ayə gətirdi. Fəriqan hudə, fəriqan hədə və fəriqan haqqa aleyhimud dalalə. Allah bəndələrindən bir tayfanı doğru yola yönəltdi. Kim yönəltdi? Allah. Bu xeyri Allah özünə nisbət etmədi. Fəriqan hədə. Hidayət etdi. Amma zəlalətə bax, dedi ki, haqqa aleyhimud dalalə. Bir qisim insanlar üzərində isə, yəni onların azmaları haqq oldu. Ona Allah o şərri özünə nisbət etmədi. Və daha açıq məsələn misallardan Fatihə surəsində Ən'amtə aleyhim. Ən'amtə aleyhim. Allahım bizi doğru yola yönəlt. Kimlərin yoluna? Ya Rabbi, ən'amtə aleyhim. Sənin nemət verdiyin kəslərin yoluna. Sənin nemət verdiyin. Xeyr kimə nisbət edildi? İndi davamına bax. Qayril məğdubi aleyhim vələddallin. Demədi sənin azdırdıqlarının, qəzəb etdiklərinin yoluna yox. Dedi ki, azmışların, qəzəbə uğramışların yoluna yox. Şər Allaha nisbət edilmədi. Hətta cinlər belə, Cin surəsində ayədə gəlir, və innə lə nədri. Cinlər deyirlər ki, biz bilmirik. Əşərrun uridə bimən fil ard, əm əradə bihim rabbuhum raşədə. Cinlər dedilər, biz bilmirik. Yer üzündə olanlar üçün şər istənilib. Şər istənilib. Demədi ki, cinlər demədilər ki, biz bilmirik. Allah yer üzündə olanlar, yəni insanlar üçün şər istəyib. Demədi belə. Əşərrun uridə bimən. Əşərrun uridə. Biz bilmirik yer üzündə olanlar üçün şər istənilib, məchul formada gəldi. Əm əradə bihim rabbuhum raşədə. Yoxsa Rəbləri onları doğru yola yönəltmək istəyir. Doğru yola yönəltmək kim? Rəbləri. Xeyr, cinlər belə xeyri kimə nisbət etdilər? Allaha. Amma şəri Allah Azza və Cəlləyə nisbət etmədilər. Və beləcə bununla da inşallah dərsimizi tamamlayaq. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed.